Sizin sahənizlə bağlı süd vəzi xərçəngindən danışmaq istəyirəm. Süd vəzi xərçəngi nədir və əlamətləri necədir? Mən öncəliklə hər ikinizə təşəkkür eləmək istəyirəm bu mövzuya toxunduğunuza görə. İlk öncə onu vurğulayım ki, ümumiyyətlə dünyada oktyabr ayı süd vəzi xərçənglə mübarizə ayıdır və biz də bu yolda əgər maarifləndirici hər hansısa bir işlərdə köməklik ediriksə, bu bizim üçün böyük uğurdur. Süd vəzi xərçəngi çox qlobal prosesdir. Zaten dünyada ikinci statistik göstəriciyə malik olan bir xəstəlikdir. Amma süd vəzi xərçəngi bizim fikirləşdiyimiz qədər də qorxulu deyil. Təbii ki, vaxtında üstünə düşəriksə, hər bir xəstəliyin müalicəsi olduğu kimi bunun da müalicəsi var. Bu yöndə xəstələrin ilk müraciəti və müayinəsi nə vaxtdan başlamalıdır, nə vaxt bu yola çıxmalıyıq, nə vaxt üstünə düşməliyik ki, biz sonda çətinliklərlə mübarizə aparmış olmayaq. Süd vəzi xərçəngi ümumiyyətlə nədir? Süd vəzi xərçəngi süd vəzinin patoloji törəməsidir, patoloji struktur dəyişikliyidir və süd vəzi xərçənginin çoxsaylı növləri var. Bunlardan da daha çox bu günlərim rastlaşdığımız süd vəzinin duktal karsinomalarıdır. Çox təəssüf ki, demək olar ki, yaş bilməyən bir xəstəlik həddinə çatmışdır.